dəyərli izləyicilərimiz, xoş gördük sizi. Biz sizi bugün Xaçmaz şəhərindən salamlayırıq. Biz hazırda Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbin qarşısındayıq və cənab nazir Emin Əmrullayev məhz bu məktəbə səfər edir. Görüntülərdə görürsünüz, hazırda cənab nazir məktəbə daxil olacaq. Burada yaradılan şəraitlə, tədris prosesi ilə daha yaxından tanış olacaq. Eyni zamanda müəllim və şagirdlərlə həm söhbət olacaq. Qısa məlumat vermək istəyirəm ki, məktəb 1979-cu ildən fəaliyyət göstərir və əsaslı təmirə ehtiyac yarandığından Heydər Əliyev Fondu tərəfindən məktəb təmir edilmişdir və şagird kontingenti 1176 şagird yerlikdir.